Mən Qazi İsaq antiterror əməliyyatları zamanı yaralandım. Bədənimdən 3 güllə yarası aldım. Bədənimdən bağırsımdan 1 metr kəsib götürdülər. Sidik hissəm dağıldı. Ciyarıma güllə dəydi. Bu əməliyyatlar zamanı sonsuzluq diaqnozu qoyuldu mənə. 1 illik 50'lik verildi mənə. Pensiyamı kəsdilər, 50'liyimi kəsdilər. Nə pensiya alıram, heç bir şey almıram. Atamın 62 yaşı var. Atam heç bir yerdə işləmir. Özü də ağır xəstədir. Anam heç bir yerdə işləmir. Yaşadığım vəziyyət çox pis vəziyyətdədir. Ağrılarım tutanda skoru 2 saata, 3 saata gəlir. Gələcəkdə mən bir ailə başçısı ola bilməyəcəm, uşaq sahibi ola bilməyəcəm. Gələcəyim vətənə qurban verdim. İndi bugünkü gün qoyulan hörmət, verilən dəyər budur. Pensiyamı kəsdilər, 50'liyimi kəsdilər.